11 sentyabr. Daha az nəyə bənzəyir? Gəlin özümüzü təmtəraqlı qonaqlıqlarda iştirak etməməyə, daha az kölənin xidmətindən istifadə etməyə, hər gün fərqli bir libas geyinməməyə, daha mütəvazı yaşamağa alışdıraq. Seneca ruhun dincliyi haqqında. Stefan Zweig bir zamanlar kitabları ən çox satılan müəlliflərdən biri idi. Hitlerin yüksəlişi üzündən onun həyatı məhv oldu. Tarixin zamansız və kədərli ritmi belədir. Siyasətçilər sonradan cəsarət nümunəsi hesab edəcəyimiz hansısa çıxışlarına görə vəzifələrini itirirlər. Fırıldaqçılar zəhmətkeş və mürəffəh ailələrin pullarını qapırlar. Kimsə uzun müddət cinayətdə ittiham olunur və ona illər sonra bəraət verilir. Hər an oturduğumuz budaqdan yıxıla, daha azı ilə keçinməyə məcbur ola bilərik. Daha az pul, daha az şöhrət, daha az imkan, daha az vəsait. Daha azları həyatımıza yaşlılıq da gətirə bilər. Daha az hərəkət, daha az enerji, daha az azadlıq. Lakin biz lazımi şəraitlə tanış olub istənilən vəziyyətə hazır ola bilərik. Taleyin çalxantılarından, həmçinin bu çalxantıların yaradacağı emosional başgicəllənmədən qorunmağın yollarından biri qənaət edərək, çox az pul xərcləyərək yaşamağı öyrənməkdir. Bugün biz daha azına malik olaraq yaşamağa cəhd edə bilərik ki, nə vaxtsa doğrudan da daha azına malik olsaq sarsılmayaq. 12 sentyabr. Sadə ol, yoxsa həyat səni sadələşdirər. Zenon lovğalığı ən böyük ədəbsizlik hesab edirdi. Onun xoruzluq etməyə çalışan cücələrdən zəhləsi gedirdi. Leartlı Diogen, görkəmli filosofların həyatı. İsokrat Demonikusa yazdığı məşhur məktubda bu mövzuya toxunur. Səninlə ünsiyyətdə olan insanlara qarşı mehriban ol. Heç zaman lovğalanma. Hətta kölələr də dikbaş adamın təkəbbürünə dözə bilmirlər. Ən qədim mətnlərdən tutmuş müasir filmlərə qədər bir çox sənət əsərlərində belə bir süjetə rast gəlmək olar. Həyatın hər üzünü görmüş müdrik bir adam, ədəbsiz, təkəbbürlü bir gəncin burnuna duzlu su qoyur. Bu bir klişedir, çünki həyatın acı gerçəyini əks etdirir. İnsanlar özlərini itirirlər. Hər şeyi bildiklərini, başqalarından üstün olduqlarını düşünürlər. Buna dözmək çox çətin olduğundan kimsə onların payını verir. Nəzərə almaq lazımdır ki, şar çox şişməsə partlamaz. Təkəbbürlü insan zəif insandır. Əgər təvazökar bir insansansa, heç kəs sənin payını verməyə çalışmaz və həyatda daha az xoşa gəlməz sürprizlə qarşılaşmış olarsan. Əgər ayaqların yerdən kəsilməyibsə, heç kəs səni aşağı çəkmək istəməz. 13 sentyabr. Daxilimizdəki qalanı qorxudan qorumaq. Yox, qorxunu meydana gətirən hadisələrdir. Hadisələri idarə edə bilən qorxunu da idarə edə bilər. Qala necə ələ keçirilir? Qılıncla, atəşlə yox, fikirlərlə. Bax, buradan başlamaq lazımdır. Qalanı ələ keçirməli, tiranları qovmalıyıq. Epiktet söhbətlər. Stoiklər bizə xariqə bir konsepsiya bəxş ediblər. İnsanın daxilindəki qala. Onlar ruhumuzun həmin qalada mühafizə edildiyinə inanırdılar. Fiziki cəhətdən zəif ola bilərik. Talih bizi oyuncaq kimi oynada bilər. Lakin daxilimizdəki qala sarsılmazdır. Mark Avrelinin dəfələrlə söylədiyi kimi, cisimlər ruha zərər vura bilməz. Lakin tarix bizə öyrədir ki, xəyanət daxildə baş versə, ən alınmaz qalaları da ələ keçirmək olar. Qaladakı insanlar qorxsalar və ya tamaqlarına yenilsələr, qapıları açıb düşməni içəri buraxacaqlar. Əksəriyyətimiz soyuqqanlılığımızı itirib qorxuya məğlub olanda məhz belə edirik. Sizin möhkəm qalanız var, ona xəyanət etməyin. 14 sentyabr. Dua etməyin fərqli üsulu. Başqa cür dua etməyə çalış və bax gör nə baş verəcək. Onunla yatmaq üçün dua eləmə, onunla yatmağı istəməmək üçün dua elə. Ondan qurtulmaq üçün dua eləmə, ondan qurtulmağa ehtiyac duymamaq üçün dua elə. Uşağının tələf olması üçün dua eləmə, bu qorxunu yenmək üçün dua elə. Mark Avreli, Düşüncələr. Dua dini anlayışdır. Bununla belə dindarlar da, dindar olmayanlar da dua edirlər. Hamımız çətin vəziyyətə düşəndə kömək, uğursuzluğa düçar olanda ikinci şans istəyirik. Hansısa maça baxanda azarkeşlik etdiyimiz komandanın qələbə qazanmasını diləyirik. İnsan həmişə dua edir. Dualarının ünvanı olsa da, olmasa da. Özümüzlə tək qalanda nə isə əldə etmək üçün sidq ürəkdən dua edirik.
Və bu cür duaların əsasən xudbinlikdən törədiyini çox vaxt dərk etmirik. Həyatımız möcüzəli şəkildə asanlaşsın deyə ilahi qüvvədən kömək istəyirik. Bəs nəyə görə ilahi qüvvədən görməli olduğumuz işləri görə bilmək üçün bizə cəsarət və güc əta etməsini istəmirik? Bizdən asılı olan və olmayan şeylər nələrdir? Bunu aydınlaşdırsaq, dualarımızın zaten qəbul olunduğunu görərik. 15 sentyabr. Gizli bağ. İnsanların kim olduğunuzu dərhal öyrənməsinə icazə verməyin. Fəlsəfənizi bir müddət özünüzə saxlayın. Taxıl necə yetişir? Dən bir müddət torpağın altında qalır. Yavaş-yavaş cücərib böyüyür. Gövdə tam inkişaf etmədən taxıl sümbülləsə yaxşı bar olmaz. Təsəvvür edin ki, siz də taxılsınız. Vaxtından əvvəl sümbülləsəniz, qışın şaxtasında məhv olarsınız. Epiktet, söhbətlər. Hazırda sizdə belə bir düşüncə formalaşa bilər. Bu kitabdakı fikirlər əladır. Hamısını başa düşürəm. Mən artıq stoikam. Əslində bu o qədər də asan deyil. Müəyyən fikirləri anlamağınız, bəyənməyiniz o demək deyil ki, fəlsəfə beyninizdə kök salıb. Ağıllı görünmək üçün gecə-gündüz kitab oxumaq və ya böyük bir kitabxanaya malik olmaq, qonşuları mütəəssir etmək üçün bağ salmağa bənzəyir. Bəlkə ailəni dolandırmaq üçün bağ salasan. Bu, gözəl və faydalı bir məşğuliyyət olar. Stoisizmin toxumları torpağın dərinliyindədir. Onların cücərməsi, böyüyüb inkişaf etməsi üçün əlindən gələni elə. Bunu etsən, həmin toxumlar həyatın qara qışına hazır olar. Həmçinin sənin özün də hazır olarsan. 16 sentyabr. Hər kəsin bəxti gətirə bilər, lakin hər kəs mətin ola bilməz. İstedadsız, səriştəsiz insanların da bəxti gətirə bilər. Lakin mükəmməl insanın öz qorxularını yenmək, müxtəlif fəlakətlərin qarşısını almaq üçün bəxtə ehtiyacı yoxdur. Seneca ilahi qüvvə haqqında. Yəqin ki, çox şanslı insanlarla qarşılaşmısınız. İmtahanlardan asanca keçirlər. Karyera pillələrini sürətlə qalxırlar. Plan qurmasalar da, yanlış qərarlar qəbul etsələr də, işləri həmişə düz gətirir. Necə deyərlər, bəxt çox vaxt axmaqların üzünə gülür. Belə insanları qısqanmaq təbii haldır. Biz də asan həyat arzulayırıq. Bəs asan həyat doğrudan da qibtə olunası bir şeydir? Hər kəsin bəxti gətirə bilər. Diqqətsiz, etinasız olmaq üçün bacarıq lazım deyil. Hər kəs bunun mükəmməllik olduğunu düşünmür. Ancaq bütün çətinliklərə sinə gərən, başqaları təslim olan zaman mübarizə aparmaqda davam edən, inadla, şərəflə məqsədinə doğru addımlayan insana heyran olmaq olar. Çünki onun uğuru təsadüfi deyil, dözümün, qətiyyətin sonucudur. Xarici maneələri aşmaqla bərabər özünü və emosiyalarını idarə etməyi bacaran insan da valeh edicidir. Əvvəldən əlinə pis kartlar gəlmiş insanın oyun oxuması və qalib gəlməsi isə, bax, mükəmməllik budur. 17 sentyabr. Ədalətli insanların öhdəsindən gəlmək. Kimsə mənə xor baxır, baxsın, eybi yoxdur. Mən ona xor baxmayacağam. Kimsə mənə nifrət edir, etsin, eybi yoxdur. Mən ona nifrət etməyəcəyəm. Həmişə xeyirxah bir insan olmağa çalışacağam. Nədə səhv etdiyini həmin adama göstərəcəyəm. Tənqid edirmiş kimi yox, səbrimi basırmış kimi yox, səmimiyyətlə, xeyirxahcasına. Mark Avreli, Düşüncələr. İnsanın bir hadisə və ya başqa bir insan haqqında qəti fikirdə olması, onun özü haqqında daha çox şey deyir. Nəinki fikrin yönəldiyi hadisə və ya şəxs haqqında. Xüsusən də burada digər insanlara qarşı qəzəb və nifrətdən söhbət gedirsə. Buna görə də kimsə stoika nifrət edəndə və ya xor baxanda o əvvəlcə özündən soruşur. Bu mənim nəzarətim altında olan şeydirmi? Əgər stoikin həmin nifrəti, qərəzi aradan qaldırmağa imkanı varsa, o bu imkandan istifadə edir. Belə bir imkan yoxdursa, o həmin adamı olduğu kimi qəbul edir və ədavətli insana heç vaxt ədavət bəsləmir, nifrət etmir. Stoikin işi onsuz da kifayət qədərdir. Başqalarının onun haqqında nə düşündüyünü düşünməyə vaxtı yoxdur. 18 sentyabr. Ağrı ilə mübarizə. Ağrı hiss edəndə bundan utanılası bir şey olmadığını özünə xatırlat. O, sənin düşünüb məntiqli qərarlar qəbul etməyinə mane ola bilməz. Bir çox hallarda Epikürün sözləri dadına çatacaq. Ağrı heç zaman dözülməz və ya sonsuz ola bilməz. Əgər onun sərhədlərini xatırlasan və təxəyyülündə onları böyütməyə çalışmasan. Unutma ki, səni narahat edən yuxuculluq, iştahasızlıq, qızdırma da gizli ağrılardır.
Bunlar səni narahat etməyə başlayanda özünü ağrıya təslim etdiyini yada sal. Mark Avreli, Düşüncələr. 1931-ci ildə New Yorkda Churchilli maşın vurdu. Şahidlər onun öldüyünü güman etmişdilər. Churchill 8 gün xəstəxanada yatdı. Başından ciddi zədə almış, qabırğaları qırılmışdı. Xoşbəxtlikdən Churchill huşunu itirməmiş. Polisə israrla sürücünün günahsız olduğunu, onun cəzalanmasını istəmədiyini bildirmişdi. Sonralar sürücü Churchillə baş çəkmək üçün xəstəxanaya gəldi. Churchill sürücünün işsiz olduğunu öyrənəndə ona pul təklif etdi. Churchilli öz ağrılarından çox bu hadisənin ictimailəşməsinin, sürücünün iş tapmasına mane olması narahat edirdi və ona bacardığı qədər kömək etməyə çalışırdı. Sonralar Churchill bir məqaləsində həmin hadisə haqqında bu sözləri yazdı. Təbiət mərhəmətlidir. O, öz övladlarına çəkə bilməyəcəkləri dərdi yükləmir. Həyatı cəhənnəm əzabına çevirən şey insanın qəddarlığıdır. Risk etmədən çəkinməyin. Hər şeyi olduğu kimi qəbul edin, qorxmayın. Hər şey yaxşı olacaq. Sonrakı illərdə Churchill və bütün dünya bəşərin törədə biləcəyi ən dəhşətli hadisələrə şahid oldu. Ən pis ağrılara tabladı. Hadisələr nə qədər dəhşətli olsa da, axırda hər şey yaxşı olur. Epikürün dediyi kimi, heç nə əbədi deyil. Biz sadəcə güclü və mərhəmətli olmağa çalışmalıyıq. 19 sentyabr. İstəyin elastikliyi. Unutma ki, fikrini dəyişməyin, sənə doğru yolu göstərməyə çalışan bir adamla razılaşmağın azadlığını məhdudlaşdırmır. Çünki özün qərar verirsən, özün düşünürsən, özün mühakimə edirsən. Mark Avreli, Düşüncələr. Bir işə başlayanda onu həmişə sona çatdırırsınız. Əgər sona çatdırırsınızsa, bu böyük hünərdir. Lakin insan öz qətiyyətinin əsiri olmamalıdır. Bir gün bu xüsusiyyət öhdəliyə çevrilə bilər. Şərtlər dəyişir, yeni reallıqlar meydana gəlir. Yeni şərtlərə uyğunlaşa, yeni reallıqların mahiyyətinə vara bilmirsinizsə, deməli robotdan fərqiniz yoxdur. Dəmir iradəyə malik olmaq yox, uyğunlaşan iradəyə malik olmaq əhəmiyyətlidir. İradə məntiqdən istifadə edərək qavramanı, niyyəti, mühakiməni aydınlaşdıran və onların düzgün istiqamətdə hərəkət etməsini təmin edən şeydir. Dəyişilmək və ya uyğunlaşmaq zəiflik deyil, əksinə elastiklikdə məxsusi bir güc var. Əslində güclə birləşən elastiklik qarşısı alınmaz və möhkəm olmağınızı təmin edir. 20 sentyabr. Həyat rəqs deyil. Yaşamaq rəqs etməkdən çox güləşməyə bənzəyir. Həyat insandan hazırlıq və dəyanət tələb edir. Qəfil, gözlənilməz həmlələrə hazır olmalısan. Mark Avreli, Düşüncələr. Yaşamağı çox vaxt rəqs etməyə bənzədirlər. Bu məşhur metafordur. Qıvraq zirək olmalı, musiqini duymalı, partnyorunu hiss etməli, onunla ahəng içində olmalısan. Lakin çətin işlərin öhdəsindən gəlməyə çalışan, rəqabətlə, düşmənçiliklə üzləşən insanlar bu metaforun əskik olduğunu bilirlər. Heç kim səhnəyə qalxıb rəqqasa badalaq gəlmir. Rəqqasın rəqibləri onu boğazlamağa çalışmırlar. Lakin güləşi müxtəlif gözlənilməzliklər, çətinliklər olmadan təsəvvür etmək mümkün deyil. Bu idman bir savaşdır, eynən həyat kimi. Güləşçilər həm rəqibləri, həm də öz məhdudiyyətləri, emosiyaları ilə döyüşürlər. Güləş bizdən incə, zərif hərəkətlərdən daha artığını tələb edir, eynən həyat kimi. Qalib gəlmək üçün ciddiyyətlə döyüşə hazırlaşmalı, məşq etməli, iradəmizi itiləməliyik. Fəlsəfə isə bizə iradəmizi, qətiyyətimizi bülövləmək üçün lazımdır.